Xeyir olsun dəyərli komanda, əziz izləyicilərim. Bu günlər Siberian Vanna şirkətində əməkdaşımın BT1000 dərəcəsində hansı gəlirləri əldə etdiyini onu göstərmək istəyirəm. Gəlin baxaq, bu kimin profilidir? Gördüyünüz kimi Gülüstan xanımın profilidir. Gördünüz. Demək, Gülüstan xanım bu ay BT1000'i keçibdir. Gördüyünüz kimi 140 manat pul gəlibdir. Gəlin baxaq görək bu 140 manat azayın olaraq, manat olaraq bonus nədədir? Keçən ay fevral ayında 1222 bal edibdir ümumi dövriyyəsi. Şəxsi dövriyyəsi 213 baldır. İmtiyazlı müştəriləri ilə, dəvət etdiyi imtiyazlı müştəriləri ilə 413 bal edibdir. Gəlin baxaq görək burada ümumi olaraq maliyyədə ona nə keçibdir. Bilirsiniz ki, gəlin belə birinci demək strukturuna baxaq. Demək strukturunda gördüyümüz kimi burada bütöv komandanın strukturu göstərilir. Gülüstan xanımın ümumiyyətlə həm müştəriləri, həm demək əməkdaşları. Görürsünüz burada göstərilir. Ümumi özünün şəxsi dövriyyəsi demək 213 baldır. Komandasında 22 bal edən var, 69 bal edən var, 30 bal edən var, 104 bal edən var. Və burada biz belə açanda demək, baxın, gəlin baxaq görək, ümumi açılış olsun. Komandalarında da dəvət etdiyi xanımlarla da ümumi hər biri komanda olaraq 1122 edibdir. Komandada 800 bal edən komandası da var. Gördüyünüz kimi burada komandasında bir qolunda belə güclü bir qolu var, 800 bal. Qalan 400 balı da özü edibdir deyinəm. Gəlin baxaq görək maliyyədə ona nələr gəlibdir. Gördünüz, cəmi 1200 bal. İndi biz baxırıq, demək, hesabın, bonus hesabının detalizasiyası. Baxaq görək ona nə pul gəlibdir. Gülüstan xanım, demək, müştəri olaraq öz balını etmişdi. Gəlin baxaq, ayın biri fakturasını fevrala keçirdiyinə görə, ay dövriyyəsinə görə gəlibdir. Demək, 28'i məhsul vurubdu. Ayın biri ikisi ona kəşbək gəlibdir. Demək, ayın biri, martın biri ona faktura üzrə kəşbəki gəlib. Bu nədir? 213 ballıq alış-veriş edibdir müştəri olaraq. Ona 31 manat pul gəlibdir. 15%. Və o özünü məsləhətçiyə çevirdiyinə görə ayın ikisi məsləhətçiyə görə tam 25% gəlməli idi. 10% də əlavə gəlib. Demək, 31 manat və 20 manat 51 manat. 51-52 manat qəpiklərlə birlikdə onun 213 balına görə pul gəlibdir. Ayın ikisi indi isə mükafat planı üzrə BT1000 dərəcəsini açdığına görə şirkət ona 88 manat pul veribdir. 88 manat müştəriləri və məsləhətçiləri ilə birlikdə 1000 balı keçdikdə görə 1222 bala görə 88 manat pul gəlibdir. Bəli, BT1000 dərəcəsində. Bu hələ maaş dərəcəsi deyil və cəmi 140 manat xanımın özünün artıq hesabındadır. Gördüyünüz kimi. Nə edirik? Qeydiyyatdan keçirik, məsləhətçi oluruq, komandamızı qururuq və gəlirlərimizi əldə edirik. Heç bir şirkətdə belə bir şey yox idi ki, sən alış-veriş edəsən və alış-verişin 1/4 hissəsini şirkət sənə geri qaytarsın. Gördüyünüz kimi belə bir çətin bir şey də yoxdur. Müştərilərdir, məsləhətçilərdir və özü cəmi 213 bal edibdir. Müştərilərlə və məsləhətçilərlə birlikdə qalan demək 1000 balı edibdir. Onlara uyğun da 140 manat gəlir əldə etmiş olur bu ay. Xeyirli, uğurlu, bərəkətli olsun.